Kürdəmirdə pandemiya dövründə bağlanan dəmir yolu vağzalının fəaliyyəti yenidən bərpa olunacaq. Bu barədə ARB-yə dəmir yollarından bildirilib. Hazırda stansiyada işlər bitməyə üzrədir. Uzun illərdir bağlı qalan qatarların fəaliyyətinin bərpası sakinlərin də sevincinə səbəb olub. Bu onlar üçün həm maddi, həm də təhlükəsizlik baxımından çox əlverişlidir. Bütün şəhər sakinləri kimi məni də çox sevindirir. Əvvəla bir nostalji hisslər keçirdirəm, çünki tələbəçiliyimiz o dəmir yolunda olubdu. Biz o qatarlarla hər zaman Bakı şəhərinə getmişik. Avtovazlar saatlarla gözləyirdik ki, maşın olmazsa qalırdıq yolda. Amma müntəzəm vaxtda olanda biləcəyik ki, Hasan gediş-gəliş olacaq. Çox əla. İstər Gəncə, istər Bakı istiqamətində düşünürəm ki, cəmaət rahatlıqla gedəcək və həm də təhlükəsiz gedib gələcək. Avtomobillərdə qəzalar baş verə bilir. O dövrə nisbətən həm poyuz vaqonları müasirdir, rahat olar, həm təhlükəsizdir, həm əhalinin maddi cəhətdən sərf eləyəndir, ucuz olacaq yəqin ki, çox güman ki. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, hazırda Kürdəmir stansiyasında son tamamlanma işləri gedir. Yaxın vaxtlarda işlər tamamlandıqdan sonra stansiya müasir standartlara uyğun olaraq sərnişinlərin istifadəsinə veriləcək.